Əziz dostlar, Əhl-i Sünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. İmam Malik deyir, əli açıq qılıb da namaz qılır. Belə bir şey vardır. İmam Malik rahimehullah sünnəyə bağlı olan insan olub. Sünnəni təzim edən insan olub. İmam olub. Düzdür? Və bu hədisdən xəbəri var. İmam Malik məşhur kitabı var, Muvatta əsəri. O Muvatta əsərində Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis rəvayət edir ki, namaz qılanda sağ əlini sol əlinin üzərinə qoydu. Muvatta əsərində. Təsəvvür elə? Özü rəvayət edir Peyğəmbərdən. Və İmam Məlikin Muvatta əsərində belə bir işi olur, Emil. Hər hədisi deyəndə, o hədisi ki, əməl eləmir, hansı bir illə, səbəblə hədis əməl olunmursa, hədisin axırında dərhal elə, hədisdən sonra deyir ki, biz bunu əməl etmirik. Yəni, Mədinə əhli bunu əməl etmir. Bu, bunun işidir. Muvatta əsərində onun bir üsuludur yazmaqda. Bu hədisə gəlib çatanda demir elə şey. Biz bunu əməl etmirik. Yəni, sağı sola qoymuruq. Əgər elə bir şey olsaydı, İmam Məlik rahimehullah o rəvayətdən sonra qeyd edərdi ki, yox, bu rəvayətdir, amma biz Peyğəmbər sallallahu aleyhi və səlləm qoyub sağ əli, sol əlinin üzərinə, amma biz əməl etmirik. Bunu tapmaq olmur. İmam Məlikdən bir nəfər nas gətirə bilməz ki, namaz qılanda sağ əlini, sol əlinin üzərinə qoymayıb. Əl açıq namaz qılıb. Yoxdur, nas özündən. Əl-Muhim biz deyirik ki, İmam Məlik rahimehullah öz Muvatta əsərində bu hədisi zikr edib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sağ əlini, sol əlinin üzərinə qoyardı və özü də əli bağlı namaz qılıb. O, Maliki məzhəbində məşhurdur axı bu, əli açıq namaz qılma. O, hardan çıxıb, necə törənib, o barədə Maliki məzhəbinin fuqahaları, xüsusən də mütəəxir fəqihlər, mütəqəddim yox, mütəəxir, sonradan gələn fəqihlər geniş bəhs ediblər, geniş ixtilaf ediblər, səbəbləri müxtəlifdir, bir neçə variant deyiblər. Onlara baxmağa heç gərək yoxdur. Əl-Muhim, İmam Məlik özü əli bağlı namaz qılıb, bunda şək yoxdur. Maliki fuqahaları, mütəəxirlər, bəli, əl açıq qılanlar var, nisbət edirlər İmam Məlikə, amma bu doğru deyil. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. 4 sünni məzhəbindən biri Hicri 2-ci əsrdə yaşamış İmam Malikin adı ilə bağlı olub, Maliki məzhəbi adlanır. Maliki məzhəbindən olan sünnilər də şiələr kimi əli açıq namaz qılırlar. Biz bu videomuzda Rəşad qardaşımızın iddialarına cavab olaraq İmam Malikin namazda əllərin bağlanması və ya açıq saxlanması məsələsinə münasibəti, bu barədə Əl-Muvatta əsərində gələn rəvayətlər və İmam Malikin buna dair üsul prinsipi haqqında danışacağıq. Birinci məqam. İmam Məlik məşhur kitabı var, Muvatta əsəri. O Muvatta əsərində Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis rəvayət edir ki, namaz qılanda sağ əlini sol əlinin üzərinə qoydu. Qardaşımızın iddiasına rəğmən İmam Malik Əl-Muvatta əsərində Peyğəmbərimizdən namaz qılanda sağ əlini sol əlinin üzərinə qoydu hədisini nəql etməyib. Allah Rəsulundan belə bir hədis İmam Malikin əsərində yoxdur. Varsa qardaşımız buyurub həmin kitabdan hədisin mətnini və isnadını göstərsin. İkinci məqam. İmam Məlikin Muvatta əsərində belə bir işi olur, Emil. Hər hədisi deyəndə, o hədisi ki, əməl eləmir, hansı bir illə, səbəblə hədis əməl olunmursa, hədisin axırında dərhal elə, hədisdən sonra deyir ki, biz bunu əməl etmirik. Yəni, Mədinə əhli bunu əməl etmir. Bu, bunun işidir. Qardaşımızın ikinci iddiası da tamamilə yanlışdır. İmam Malik Əl-Muvatta əsərində qəbul etmədiyi hədisləri yazdıqdan sonra biz bu hədisə əməl etmirik kimi qeydlər aparmır. Doğrudur, bəzi hədislərdən sonra İmam Malik həmin hədislərə öz münasibətini də bildirib yazır. Əl-əmru indina, bizə görə tətbiq olunan əməl budur. Əs-sünnə indina, bizə görə sünnə budur. Leysə aleyhil əməl, bununla əməl edilmir. Yəni İmam Malik bəzi qəbul etdiyi hədisləri də qeyd edir, qəbul etmədiyi hədisləri də. Amma heç də bütün hədislərdən sonra bu qeydlər göstərilmir. İmam Malik məktəbinə görə ayrıca hədislərlə bağlı belə qeydlər
Əl-Mudəvvənə Əl-Kubra əsərində onun tələbəsi Əbdürrəhman İbn Əl-Qasimin İmam Malikdən nəql etdiyi fiqhi rəylər şəklində açıqlanır. Bu əsər Maliki məzhəbində əsas fiqhi mənbələrdən biri, yəni mötəbər və ana fiqh kitabı Umməhətəl Məzhəb hesab olunur. Üçüncü məqam. Əl-Muvatta əsərindəki bütün hədislər səhihdirmi? İmam Malik İbn Ənəs, İmam Buxari və İmam Müslimdən fərqli olaraq heç vaxt Əl-Muvatta əsərindəki bütün hədislərin səhih olduğunu iddia etməyib. Əksinə, o bu toplusunda müxtəlif növ rəvayətlərə, mərfu, mavquf, mursəl və munqati, sənədi tam olmayan rəvayətlərə də yer verib. Yəni Əl-Muvatta əsəri yalnız səhih hədislər toplusu kimi tərtib edilməyib. Burada səhih hədislər olduğu kimi həm mətn, həm də sənədi baxımından qüsurlu, zəif hədislər də mövcuddur. Bunun səbəbi İmam Malikin hədis metodunun yalnız sənədinin səhih olması ilə məhdudlaşmamasıdır. Onun üsul prinsiplərindən biri əməlu əhləl Mədinə, yəni Mədinə əhlinin əməli prinsipidir. İmam Malik xəbər vahid, yəni ahad, tək hədisləri qiymətləndirərkən onları Mədinə əhlinin davamlı praktikası ilə müqayisə edirdi. Əgər bir hədis Mədinə əhlinin əməli ilə ziddiyyət təşkil edirdisə, o zaman həmin rəvayətin fiqhi tətbiqini qəbul etmirdi. Hətta sənəd baxımından digər mühəddislər tərəfindən səhih hesab edilsə belə. Buna görə də İmam Malik əsərində səhih hədislərlə yanaşı mürsəl və zəif hədislərdə rəvayət edir ki, onları öz üsulü hədis və üsulü fiqh prinsipləri əsasında öyrənə bilsin. Bu baxımdan bir hədisin Əl-Muvatta əsərində yazılması həmin hədisin səhih olması yaxud İmam Malik tərəfindən səhih qəbul edilməsi demək deyil. Bu mövzuya qayıdacağıq. Dördüncü məqam. Əl-Muvatta əsərində namazda əli bağlama rəvayəti. Əl-Muvatta əsərində namazda əllərin bağlanmasına dair birbaşa Peyğəmbərə aid, yəni mərfu hesab ediləcək bircə səhih hədis də yoxdur. Amma ümumiyyətlə əli bağlı namaz qılınmasına dair iki hədis var. Birinci rəvayət səhabə Səhl İbn Səddən nəql edilir. İnsanlara namazda sağ əli sol əlin üzərinə qoymaq əmr olundu. İmam Malik İbn Ənəs Əl-Muvatta, Kitab əs-Salah, Yəhya İbn Yəhya Əl-Leysi rəvayəti, hədis 159. Bu rəvayəti İmam Malik Əbu Hazim İbn Dinardan, o isə səhabə Səhl İbn Səddən nəql edir. Amma Peyğəmbər dedi, yaxud Peyğəmbərdən kimi ifadələr yoxdur. Yəni ravi bu sözün Allah Rəsulunun sözü olduğunu, Peyğəmbərdən eşidib rəvayət etdiyini söyləmir. Bu səbəbdən də hədis elminə görə mərfu hədis deyil, yəni birbaşa Allah Rəsulunun sözləri kimi təqdim edilmir. Sadəcə səhabə sözü kimi qəbul edilir. Üstəlik hədis xəbər vahiddir, yəni tək hədis kateqoriyasına aiddir. İmam Malikin üsul prinsipinə görə belə hədis Mədinə əhlinin praktikası ilə müqayisə edilir. Buradan da irəli gələrək hədisin səhihliyi öz təsdiqini tapmır və hədis İmam Malik tərəfindən normativ fiqhi hökm kimi qəbul edilmir. Bu haqda bir qədər sonra daha geniş açıqlama veriləcək. İkinci rəvayət sənədi səhabəyə çatmayan tabiin Əbdülkərim Əl-Bəsri tərəfindən nəql edilir. Peyğəmbərlik kəlamındandır. Namazda əllərin birini digərinin üzərinə qoymaq. İmam Malik İbn Ənəs Əl-Muvatta, Kitab əs-Salat, Yəhya bin Yəhya Əl-Leysi rəvayəti, hədis 384. Bu hədis isə sənədi baxımından mürsəldir. Yəni isnadda səhabə halqası düşmüşdür. Tabiin rəvayəti birbaşa Peyğəmbərə nisbət edir. Üstəlik ravisi tabiindən olan Əbdülkərim Əl-Bəsri zəif ravi hesab edilir. Əz-Zərqani və sair kimi hədis şərhçiləri bu ravini zəif adlandırmış və bu səbəbdən rəvayətin dəlil olmadığını bildirmişlər. Bu baxımdan sözü gedən hədis əhl-i-sünnəyə görə zəif mursəl hədis hesab edilir və dəlil olaraq qəbul edilmir. 5-ci məqam. İmam Malikin fiqhi mövqeyi, əli açıq namaz. İmam Malikin namazı əli açıq və ya əli bağlı qılmaqla bağlı fiqhi görüşü bilavasitə onun tələbələri vasitəsilə nəql olunmuşdur. Bu baxımdan əsas mənbə İmam Malikin tələbəsi Əbdürrəhman İbn Əl-Qasim tərəfindən rəvayət edilən və onun tələbəsi Səhnun bin Səid tərəfindən kitab formasında qələmə alınmış Əl-Mudəvvənə Əl-Kubra əsəridir. Bu əsərdə İmam Malikə bununla bağlı verilən sual və onun cavabı qeyd edilir. Soruşdum, kişi namazı
namazda sağ əlini solun üzərinə qoyurmu? İmam Malik dedi: "Mən bunu fərz namazda tanımıram" və o, yəni İmam Malik bunu məkruh hesab edirdi. Səhnun İbn Səid Əl-Mudəvvənə Əl-Kubra cild 1 səhifə 75. Bu mətn açıq şəkildə göstərir ki, İmam Malik fərz namazlarda əli bağlamağı qəbul etməmiş, namazda əl bağlamağı məkruh hesab etmişdir. Beləliklə, qardaşımızın bu iddiası da tam əsassızdır. İmam Məlikdən bir nəfər nas gətirə bilməz ki, namaz qılanda sağ əlini sol əlinin üzərinə qoymayıb. Əl açıq namaz qılıb. Yoxdur, nas özündən. Şahidi olduğumuz kimi İmam Malikin tələbəsi bilavasitə İmam Malikin dilindən fərz namazlarda əli bağlamaq görüşünü tanımadığını, qəbul etmədiyini, məkruh saydığını bildirir. Qardaşımızın iddiasının tam əksinə olaraq, güya İmam Malikin əli bağlı namaz qıldığı iddiasını təsdiqləyən bircə nas da yoxdur. Əl-mühim, İmam Məlik özü əli bağlı namaz qılıb, bunda şək yoxdur. Heç bir mənbədə İmam Malikin əli bağlı namaz qıldığı yazılmayıb. Qardaşımız izləyicilərə tamamilə yalan məlumat verir ki, güya əli açıq namaz qılmaq Maliki məzhəbinin mütəəxxir, yəni müasir dövr alimlərinin görüşüdür. Maliki fuqahaları, mütəəxxirlər, bəli, əl açıq qılanlar var, nisbət edirlər İmam Məlikə, amma bu doğru deyil. Halbuki Əhl-i-Sünnə fiqhi tarixi ilə tanış olan hər kəs üçün gün kimi aydındır ki, İmam Malikin bu görüşü Maliki məzhəbinin ilk qaynaq əsəri olan İmam Malikin tələbəsi Əbdürrəhman İbn Əl-Qasim tərəfindən rəvayət edilən və onun tələbəsi Səhnun İbn Səid tərəfindən kitab formasında qələmə alınmış Əl-Mudəvvənə Əl-Kubra əsəri başda olmaqla mütəqəddim, yəni ilkin dövr alimlərinin bütün fiqhi əsərlərində açıq şəkildə göstərilib. 6-cı məqam. Mədinə əhlinin əməli prinsipi və onun tətbiqi. İmam Malikin üsul sistemində əsas prinsiplərdən biri əməlu əhlil Mədinə, yəni Mədinə əhlinin əməli, praktikası adlanır. Bu prinsipə görə Mədinə əhlinin davamlı praktikası Peyğəmbər sünnəsinin canlı və kollektiv şəkildə qorunmuş forması hesab edilir. Səhnun İbn Səid özünün Əl-Mudəvvənə Əl-Kubra əsərində birbaşa İmam Malikin tələbəsi İbn Əl-Qasimdən bunları nəql edir. Malik deyirdi: Mədinə əhlinin əməli bizə görə hədisdən daha güclüdür. Əl-Mudəvvənə Əl-Kubra, Kitab Əl-Qada vəl-Əhkam, cild 1, səhifə 90-92. 11-ci 12-ci əsrlərdə yaşamış böyük əhl-i-sünnə alimi Qazi İyaz Tərtib Əl-Mədarik əsərində bunları qeyd edir. O, Malik sünnə hesab etdiyi məsələlərdə Mədinə əhlinin əməlini əsas götürürdü. Qazi İyaz Tərtib Əl-Mədarik, cild 1, səhifə 58. Qazi İyaz həmçinin yazır: Malik Mədinə əhlinin əməlini əgər xəbəri vahid ona zidd olardısa, ondan üstün tutardı. Qazi İyad Tərtib Əl-Mədarik, cild 1, səhifə 59-60. 13-cü əsrin məşhur əhl-i-sünnə alimi İbn Teymiyyə özünün Məcmuəl-Fətava əsərində İmam Malikin sözü gedən üsul prinsipi barədə bunları yazır. Malik və onun tərəfdarları Mədinə əhlinin əməlini dəlil kimi götürür və ziddiyyət halında onu xəbər vahiddən üstün tuturlar. İbn Teymiyyə Məcmuəl-Fətava, cild 20, səhifə 14-15. 14-cü əsrdə yaşamış Maliki məzhəbinin böyük üsul alimi İmam Əbu İshaq Əş-Şatibi özünün Əl-Müvafaqat əsərində yazır: Malikə görə Mədinə əhlinin əməli xəbər vahiddən üstün tutulan bir dəlildir. Əbu İshaq Əş-Şatibi Əl-Müvafaqat, cild 4, səhifə 78. 7-ci məqam. İmam Malikin əli açıq namaz qılmasına dair görüşünün səbəbi. İmam Malikin namazları əli açıq qılmaqla bağlı görüşünün səbəbi üsul-i fiqhində şərt saydığı Mədinə əhlinin əməli ilə uyğunluq prinsipi olmuşdur. İmam Malik 4 əhl-i-sünnə məzhəbi imamları arasında Mədinə şəhərində doğulan və həyatı boyu Mədinədə yaşayan yeganə alimdir. Onun yaşadığı dövrdə, yəni hicrətin 2-ci əsrində Mədinə əhalisi namazı əli açıq qıldığına görə İmam Malik namazda əlləri bağlama haqqında hədisləri Mədinə əhlinin əməlinə zidd sayaraq zəif hesab etmişdir.
Əhlüsünnənin məşhur alimi 11-12-ci əsrlərdə yaşamış Maliki məzhəbinin böyük imamlarından olan İbn Rüşd Əl-Cədd İmam Malikin fiqhinin şərhinə dair yazdığı Əl-Bəyan və Təhsil adlı əsərində İmam Malikin namazda əlləri bağlamağı məkruh saymasının əsas səbəbi kimi bunu göstərir. O, Malik bunu, yəni namazda əli bağlamağı Mədinə əhlinin əməlində görmədiyi üçün məkruh saymışdır. İbn Rüşd Əl-Cədd, Əl-Bəyan və Təhsil, cild 1, səhifə 396. Beləliklə bu faktlar açıq şəkildə göstərir ki, İmam Malik dövründə Mədinə əhalisi əli açıq namaz qılıb. İmam Malik məhz Mədinəlilərin əli açıq namaz qılmasına əsaslanaraq əl bağlama ilə bağlı xəbər-i vahid və ya ahad tək hədisləri səhih saymamış və Mədinə əhli kimi əli açıq namaz qılmasını doğru saymışdır. 8-ci məqam. Əhlüsünnə alimləri arasında namazda əli bağlamaqla bağlı ixtilaf. 12-ci əsrin məşhur əhlüsünnə alimi Maliki fəqihi İbn Rüşd namazda əli bağlamaqla bağlı fikir ayrılığı barədə bunları yazır. Namazda sağ əlin sol əlin üzərinə qoyulması barədə ixtilaf etdilər. Bir qrup bunun namazın sünnələrindən olduğunu dedi. Bu əksəriyyətin görüşüdür. Digər bir qrup isə bunun namazın sünnələrindən olmadığını dedi. Bunlar Malikilərdir. Onların ixtilafının səbəbi budur. Bu barədə əməl etməyi tələb edən bir rəvayət varmı, yoxsa sabit bir dəlil yoxdur? Buna görə də İmam Malik bunu fərz namazda məkruh görmüşdür. İbn Rüşd, Bidayətül Müctəhid və Nihayətül Muqtasid, cild 1, səhifə 112. 9-cu məqam. Nə üçün İmam Malik əli açıq namaz qılmasını tərcih etdiyi halda Əl-Muvatta toplusunda əli bağlama rəvayətini də saxlayır? İmam Malik üçün hədis gətirmək, hökm vermək demək deyil. Qazi İyaz bu məsələni ümumiləşdirərək Tərtib Əl-Mədarik əsərində İmam Malikin metodunu belə izah edir. Malik hesab etmirdi ki, rəvayət olunan hər hədis mütləq şəkildə tətbiq edilməlidir. O, eşitdiyi hədisləri yazır, lakin fiqhi hökmləri, öz üsulları və Mədinə əməli üzərində qururdu. Qazi İyaz, Tərtib Əl-Mədarik, cild 1, səhifə 61. İmam Malik bin Ənəsin metodunda 2 mərhələ var. 1. Rəvayətin qeyd olunması, hədis isnadla nəql olunur və mətn qorunur. 2. Fiqhi üstünlük, tərcih. Hədis Mədinə əhlinin davamlı praktikası ilə müqayisə edilir və Mədinəlilərin əməl təcrübəsi ilə uyğunluğu yoxlanılır. Yalnız bundan sonra mövcud şəriət məsələsinə dair fiqhi hökm verilir. Buna görə də İmam Malik hədisi saxlayır, amma onu son hökm kimi qəbul etmir. Mədinə praktikasının süzgəcindən keçirir. 10-cu məqam. Sözü gedən mövzu Səhih Əl-Buxari və Səhih Müslimdə. Maraqlıdır ki, qalsın ki İmam Malikin Əl-Muvatta əsəri, hətta Səhih Əl-Buxari və Səhih Müslim əsərlərində də birbaşa Allah Rəsulundan əli bağlı namaz qılmaqla bağlı bircə hədis də yoxdur. Həmin əsərlərin namaza həsr olunmuş Kitab-əs-Salat bölməsində namazların rəkətləri, qiyamı, qiraəti, rükuları, səcdələri, zikirləri və s. barədə çoxlu sayda müfəssəl hədislər bilavasitə Peyğəmbərin özündən rəvayət edildiyi halda, namazların əlibağlı qılınmasına dair Allah Rəsulunun sözü və ya əməlini əks etdirən heç bir hədis nəql edilmir. Səhih Müslim toplusunda əlibağlı namazla bağlı ümumiyyətlə heç bir hədis yoxdur. Səhih Buxari toplusunda isə Allah Rəsulundan deyil, onun dövründə uşaq yaşlarında olan Səhl İbn Sədin adından tək hədis nəql olunur. Bu məsələ ilə bağlı da maraqlı məqamlar var, amma bu artıq başqa bir mövzu olduğundan onun müzakirəsini növbəti söhbətlərimizə saxlayaq.